Ədəd oxunda verilmiş K, M, N, D, Y və F nöqtələrinə uyğun ədədlər arasından biri təsadüfən seçilir. Seçilmiş ədədin müsbət və tək ədəd olması hadisəsinin ehtimalını tapın. Ədəd oxunda diqqət etsək görərik ki, N, deməli burada bütün hamısının koordinatlarını müəyyənləşdirək. Yəni N-in koordinatı N-1-in üzərindədir. M isə onun yanında bir vahid soldadır, yəni -2 olacaqdır. K da M-dən 2 vahid solda olduğu üçün -4 olacaq K-nın koordinatı. D 1-dən 1 vahid sağdadır, deməli koordinatı 2-dir, yəni 1 üstə gəlir 1. Y D-dən 2 vahid sağda yerləşdiyi üçün 2 üstə gəlir 2, edə 4 və F də Y-dən 1 vahid sağdadır, üzərinə 1 əlavə etsək bu da olar 5. Bütün koordinatları tapdıq və bizə deyir ki, seçilmiş müsbət və tək ədəd olması. Verilənlərin içərisindən həm müsbət, həm tək olan, deməli, sadəcə F nöqtəsinin koordinatıdır ki, burada 5-dir. Çünki müsbət olan 3 dənə koordinat var idi, 2, 4 və 5. Onlardan ikisi cütdür. D və Y-nin koordinatları cüt, F isə təkdir. Və cəmi 6 dənə nöqtə olduğu üçün 6 ədəddən bir dənəsi bizə tək və müsbət ədəd verir. Ehtimalımız olacaq 6-da 1.